Allah bizə öyrətdi Quranda, belə ayə oxuduq yadınızda olsa, dedi, Quran bizə buyurur ki, Peyğəmbərin sözü sizə hüccətdir. Quranın mənası Peyğəmbərin əlindədir. O nə cür məna eləsə, o düzdür. Bunu oxuduq da ayələrdə. Peyğəmbər buyurur, bu ayənin mənası budur. Hər kəs məndən sonra Əli əleyhissalamın barəsində ona ədavət eləyə, ona qoşun yığa, ona qılınc itildə, ona meydan düzəldə, onun əleyhinə adamları yığa, oyun qalmaya çıxarda, tarix boyu həşərəhullah yevməl qiyaməti əhma, kim olur olsun? La Peyğəmbərin gözünün işığı da olsa, hər kəs olur olsun. Buyur, Peyğəmbərin əmisi, Peyğəmbərin yaxınları, belə Quranda onlara lənət gəlir. Dünyada bizik ki, bir iş başına gəlcəyin adamlarımızı da getiririk, tayfamızla hakim oluruq. İnsanlar hamısı belədir, ölkələrin hamısı belədir. Sən fikirləşmə ki, hansı ölkəni mən deyirəm? Bütün ölkələr belədir. Görürsən, birini görürsən, icra hakimi, sabah bacısı yoxlu, oldu muavin. Qardaşı yoxlu, oldu filan yerdə. Nə bilim, xalası yoxlu, gəldi, oldu filan yerə. Hətta mən deyirəm, bəzisi də bunların təbiidir. Özünə adam gətirir, tanıdığın gətirir də, tanımadığın hardan gətirəcək? Bəzisi də təbiidir. Amma ləyaqəti olmayanı gətirmək xiyanətdir. Odur ki, buyurur ki, bax, beləncidir. Bir nəfər ki, qazının əlindən şikayət elədi. Dedi, sənin bir qazın var, İsvahanda hakimdir. O məndən yamandır, o məndən düzdür, məni incidir. Dedi, get, Xorasanda yaşa. Dedi, axı, orada da, səninlə bacın oğludur, orada da. Getsəm, o da elə o cür olacaq. Dedi, yaxşı, get, məsələn, Şirazda yaşa. Dedi, orada da eşitdiyimə görə, qardaşın oğlu oradadır. O da elə olacaq. Daha gördü bu hər yeridir. Dedi, yaxşı, get, cəhənnəmdə yaşa. Hakim dedi. Dedi, yaxşı, day, mən neyinim? Get, cəhənnəmdə yaşa. Dedi, axı, rəhmətlik atom da oradadır. Buyurur, mən əbğəzə əliyyən min bə'di həşərəhullah yevməl qiyaməti əma. Qiyamətin günündə Allah leysə ləhu hüccətun. Buyurur, da qiyamətin günündə hüccət tamamdır bu adama. Da nə qədər deyərlər? Hüccət tamamdır buna. Cabir ibn Əbdullah Ənsari deyir, mən Peyğəmbərdən xutbə eşitdim. Həzrət buyurdu, mən əbğəzəna əhləl beyt. Hər kəs biz əhl-i beytə nisbət ədavət bəsləsə ürəyində, həşərəhullah yevməl qiyaməti yəhudiyyə. Allah qiyamətin günündə onu o qəbilənin içində gətirəcək. Yəhudilərin içində gətirəcək. Cabir ibn Əbdullah Ənsarinin hədisidir, sünni əhli mənbəyidir. Şəvahid-ü Tənzil 187-ci səhifə. Əli əleyhissalama qarşı, əhl-i beytə qarşı boğzu ədavəti olan. Bir ayə də Əhzab surəsinin 25-ci ayəsidir. Dünən 7-sini oxumuşuq, birində birini oxuduq, oldu neçə 8, bu 9-cu olur. Əhzab surəsinin 25-ci ayəsi buyurur, və kəfəllahu əl-mu'mininə əl-qital. Allah müharibələrdə, Peyğəmbərin müharibələrində möminləri himayə elədi. Müharibələrdə möminləri himayə elədi. Bu ayənin mənasıdır. Əhzab surəsini aç, duranda və kəfəllahul mu'mininə əl-qital. Yəni nə? Yəni Allah müharibələrdə qital yəni müharibə. Müharibələrdə Allah möminləri himayə elədi. Əbdullah ibn Məsud ən məşhur qarilərdən biri idi Mədinədə.
Quran oxuyanların biri idi. Bu ayəni oxuyandan sonra bunu təfsir elədi. Dedi, bilirsiniz bu ayənin mənası nədir? Cəmaət, Allah bütün fitnələrdə və bütün müharibələrdə ki, Peyğəmbər müharibə elədi küffarla, Əli əleyhissalamın vasitəsilə Peyğəmbəri himayə elədi. Məqsədi odur. Şəvahid 220. Bir dənə də mən hədis gətirirəm. Bunu da siz məncə eşidibsiniz, amma yadınıza salıram bir qismətində. Abdullah ibn Abbas deyir ki, indi o deyir, başqaları da nəql edib. Bu çox məşhur bir tarixdir. İndi yadınıza düşəcəksiniz ündə. Deyir, Xəndəq müharibəsində vəziyyət çox ağırdır. Peyğəmbər məşvərət elədi, məsləhət elədi, gəldilər, o yerdə ki oturmuşdular, onun dövrəsini qazdılar, neçə metr dərinliyi, neçə metr eni, ki düşmən içəri girə bilməsin. Çox çətinliklə bu işləri gördülər. İsti havada, miskal yeri qazmaq, neynəmək çox uzun bir şeydir. Deyir, amma Əmr ibn Əbdəvid çox güclü bir insan idi küffarın içində. O atla nə cür idi, ancaq keçdi bir yana. Heç ağla sığmırdı ki, onlar keçə bilərlər. Bunlar yol qoymuşdular, o yolu da saxlamışdılar. Da qoymurdular biri girə içəri. Qalan yeri də qazmışdılar ki, oradan heç kim içəri girə bilməz. Eni nə qədər çox, dərini də nə qədər çox. Əmr ibn Əbdəvid atla keçdi. Keçəndən sonra səslədi ki, kim gəlir, gəlsin. Peyğəmbər buyurdu sahabiyə, olanlara da nəyi var idi? Dedi ki, kim onun cavabını verə bilər? Heç kim cavab vermədi. Biraz keçdi Peyğəmbər bir də buyurdu. Heç kim cavab vermədi. Əli əleyhissalam durdu, dedi, ya Rasulallah, mən. Ağa buyurdu ki, səbr elə. İkinci dəfə yenə o cür oldu. Üçüncü dəfə yenə o cür oldu. O cür olanda ağa Əli əleyhissalamı çağırdı. Dedi, yaxşı, gəl, paltarın verdi ona, əmmaməsin verdi ona, qılıncın verdi ona, Əli əleyhissalamı yola saldı. Yola salanda da dua elədi. Dedi, ilahi, əlini bizim üçün saxla, salamat saxla. Dedi, yola saldı. Əli əleyhissalam hərəkət eləyəndə Peyğəmbər bu cümləni dedi, bütün tarixlərin hamısı yazıb bu cümləni. Tamam mənbələrin hamısı. Peyğəmbər buyurdu, bərəzəl İslam kullu iləl kufr kulli. İslamın hamısı, küfrün hamısı ilə üzbəyüz gəldi. Qarşı-qarşıya durublar. İslamın hamısı, küfrün hamısı ilə durublar üz-üzə. Sıxıblar meydana. Həzrət gəldi, yaxınlaşdı. Yaxınlaşanda ağa buyurdu ki, sənin adın nədir? Ona təhqir elədi. Bu, psixologiya elmində var belə şeylər. Həzrət onun adını sor. Yəni, sən tanımıram kimsən. Yəni, o hayküyvə baxma. Belə bilmə ki, məni yer kürəsiyamı tanıyır. Həzrət buyurdu ki, sənin adın nədir? Dedi, heç güman eləmirdim ki, biri mənim adımı bilməyə. Mənim adım Əmr ibn Əbdəviddir. Sənin adın nədir? Dedi, mənim də adım Əli ibn Əbi Talibdir. Dedi, hə, mən səni Əbu Talibin evində gənc vaxtında bir dəfə görmüşdüm. Yadıma düşdü. Amma istəməzdim mən səni öldürəm. İstəmirəm səni mən öldürüm. Ağa buyurdu əksinə. Mən çox meylliyəm, müştaqam ki, səni öldürüm. Niyə istəmirsən? Mən istəyirəm. Sonra Həzrət ona buyurdu,
Dedi, mən eşitmişəm, bir gün sən Məkkədə olanda Kəbənin pərdəsindən yapışıbsan, orada özün özüvə söz veribsən, peyman bağlayıbsan, əhd bağlayıbsan. Deyibsən, hər kəs məndən 3 dənə istək, hacət istəsə, heç olmasa 3-dən birini verəcəyəm. Düzdür? Dedi, hə, düzdür. Olubdur bu. Deyib, yaxşı, mən indi istəyə bilərəm. Deyib, bəli, istəyə bilərsən. Birincisi budur ki, dedi, mənim istəyim səndən budur ki, o yoldan ki, qayıt gəlibsən, elə oradan da qayıt çıx get. Əlçək müharibədən. Dedi, yox, bu olmayacaq. İkincisini istədim. Dedi, ikincisi budur ki, İslam sənin həm dünyovi, həm ahirəti təmin eləyər. Səni izzətə çatdırar, İslamı qəbul elə. Dedi, bu da olmayacaq. Dedi, üçüncüsü budur ki, sən at üstəsən, mən piyada yerdə. Atı bıraq gitsin. Dedi, bunu eləyərəm. Onsuz da düşəcəkdi, bəlkə. Çünki piyada ilə piyada müharibə gedirdi də, qədimin forması belə idi. Bu cür elədi, amma əsəbləndi. Dedi, indiyə kimin, heç kim məndən belə bir hacətlər istəməmişdi. Bu birinci dəfə idi ki, mən bu 3 dənə hacəti eşitdim burada. Deyəndən sonra girdilər müharibəyə. O əvvəldə bir dənə qıvırdı, Həzrətin başından ki, qan götürdü. Qəlxanı kəsdi, keçdi, Həzrətin başını parçaladı. Ki, o ki, yazıblar, İbn-i Mülcəmin qılıncı düşdü Əmr ibn Əbdəvid vuran qılıncın üstünə. Ona görə də işin gördü. Çünki o ikinci zərbəni, o zərbə yeri idi ki, ikincisi də dəydi ora. Deyir ki, o cür eləyəndə Həzrət onun ayaqlarını vurdu. Vuranda o düşdü yerə Əli əleyhissalam Allahu Əkbər dedi. Peyğəmbər orada dedi ki, Əli piruz oldu. Amma yeri göğü torpaq götürüb. Tozun içində hissat görsənmir. Ömər gəldi yaxınlığa, baxdı, gördü ki, deyəsən yox, Əli əleyhissalam işi qutarıb. Qayıtdı Peyğəmbərə dedi ki, təbrik edirəm, Əli əleyhissalam işi qutardı. Amma çox yubandılar. Gəldilər Peyğəmbərə, dedilər ki, ya Rəsulallah, xəbər göndər Əli əleyhissalama ki, işi tez qutarsın. Həzrət buyurdu ki, işiniz olmasın. Əli özü bilər neyniyə, sizin ondan işiniz olmasın. Ta bir neçə ara keçdi, yarım saat, 10 dəqiqə, nə qədər bilmirəm. Biraz keçəndən sonra Həzrəti Əli əleyhissalam özü də təkbirlərin dedi, qayıtdı, gəldi ki, işi qutardı. Həzrət buyurdu ki, çox yubandım. Dedim, mən onu yıxanda yerə, o ədəbsizlik elədi. Mənə pis sözlər dedi. O pis sözləri deyəndə mən əsəbləndim. Çün əsəbləndim, ona görə əl saxladım. Saxladım onu ayağımın altında. Ta halım normal olsun. Çünki o mənə çox pis sözlərdi. Mən demirəm o sözləri. Məni çox əsəbləndirdi. Mən o halda onun başını kəssəydim, o şəxsi əsəblənməyimin təsiri var idi. Dayandım. Halım normal oldu, ondan sonra qəsdi qürbət elədim, qürbətən iləllah başını kəsdi. Da qoymadım şəxsi, məsələ qarışa bu işə. Ondan sonra Peyğəmbər buyurdu ki, Əli ibn Əbi Talibin ixlası burada dünyaya elan oldu. Həzrət buyurdu, Zərbətu Əliyyin yevməl xəndəq əfzəl min ibadətis səkələyn. Əli əleyhissalamın xəndəq günündə bir dənə zərbəsi bütün insanların, cinnilərin qiyamətəcən nə qədər ibadət eləyiblər, hamısından üstündür. Nəyə görə? Çünki o zərbət olmasaydı, day bu İslam olmayacaqdı.
bu namazlar, bu oruclar, bu zikrlər, bu ibadətlər, bu Ramazanlar, bu Qədir gecələri, bu Məhərrəmlər, bu əza, bunların hamısı o zərbətin minnətdarıdır. Onun nəticəsində büyümü qalır. O da buyurdu, nə qədər qiyamətəcən ibadət olacaq, hamısında Əli əleyhissalam şərikdir və hamısında üstündür. Ondan sonra buyurdu, ya Əli, lovvuzinəl yevm əməlükə. Əgər bu günləri sənin əməli qoyalar, tərəzidə çəkələr, bi əməli ümməti Muhammedin sallallahu aleyhi və aleyhi. Əgər Peyğəmbərin ümmətinin hamısının əməlin qoyalar bir tərəziyə, bu əməl onlardan ağır gələcək. Nəyə görə? Zalikə, o buna görədir ki, İnnəhu ləm yəbqə beytun min buyutil müşrikin illa və qəd dəxələhu vəhənun bi qətli əmr. Çünki heç bir müşrik ev yoxdur ki, Əmr ibn Əbdəvidin ölməyi ilə ora ziyan çatmaya. Və heç bir möminlərdən ev yoxdur ki, Əmr ibn Əbdəvidin ölməyin eşidə şad olmaya. Ona görə ki, bax, sən bu işi görübsən, bu əməlin, bütün ümmətin əməlindən üstündür. Bu ayənin zeylində ki, deyir, Allah Əlinin vasitəsilə Peyğəmbəri himayə elədi, bu nağılı da, tarixi də orada gətirir. Şəvahid-ü Tənzil 223-cü səhifə. Əlbəttə, müxtəlif çaplar var, mümkündür bəzi çapda səhifə fərq eləyə, o qalıb kitabın tarix çapına. Bir ayə Safat surəsində 24-cü ayə buyurur, vəqifuhu innəhum məs'ulun. Saxlaşdırın bunları, bunlar soruşulacaqlar. Səid ibn Cübeyr, Əbdullah ibn Əbbasdan rivayət edir. Deyir, Peyğəmbər bu ayəni oxuyandan sonra bizim üçün təfsir elədi. Buyurdu, qiyamətin günündə mən Əli ilə dayanacağım Sirat körpüsündə. Hər kəs oradan keçdi, saxlayıb Əlinin vilayətinin barəsində soruşacaq. Bu ki, Quran buyurur, innəhum məs'ulun, onlar soruşulacaqlar. Soruşdular Peyğəmbərdən ki, nədən soruşulacaqlar? Nəyi soruşacaqlar bunlardan? Həzrət buyurdu, mən Sirat körpüsündə Əli ilə ikimiz Əlinin vilayətindən soruşacaq. Hər kəsin olsa icazəsi olacaq, geçsin cənnətə. Safat surəsinin 130-cu ayəsi. Salamun ala el-Yasin. Quran belədir. Salamun ala el-Yasin. Allah salam göndərir kimə? El-Yasinə. El-Yasin kimdir? Əli əleyhissalam nəql edir, deyir, bu ayənin təfsiri belədir. Bu da Şəvahid-ü Tənzil sünni mənbəyidir. Deyir, Yasin Peyğəmbərin adıdır. Quranda da var da, Yasin sallallahu aleyhi və alihi və səlləm vəl Qur'anil Hakim. Yasin Peyğəmbərin adıdır. Deyir, biz də Ali Peyğəmbərik. Əgər salamun ala İlyasin var, yəni Ali Yasinə salam olsun, yəni Ali Peyğəmbərə salam olsun. O ki, deyirlər, Quranda Allah Əhl-i Beytə salam göndərib, o bu ayədir. Salamun ala İlyasin. Hədid surəsinin 28-ci ayəsində buyurur, ya əyyuhəl-ləzinə amənu ittəqullah, möminlər, qorxun Allahdan və aminu bi rəsulləh, Allahın rəsulinə iman gətirin. Yu'tikum kifleyni min rəhməti, Allah öz rəhmətindən 2 hissə verəcək sizə. Və yəcəlləkum nurən, və Allah sizə bir nur mərhəmət eləyəcək. Təmşunə bih, o nur sizi hidayət eləyəcək qiyamətəcən. Və yəğfir ləkum, və sizi bağışlayacaq. Muhammed ibn Mərvan İbn Əbbasdan nəql edir. Deyir ki, bu ayənin şərhində belə buyurdu. Buyurdu, yu'tikum kifleyni min rəhməti. 2 hissə sizə öz rəhmətindən verəcək. Bu 2 hissədən məqsəd biri İmam-ı Həsəndir, biri İmam-ı Hüseyndir.
ki Allah bunu sizə inayət edir və yəcəlləkum nurən və Allah sizə nuri qərar verib, mənzur Əli əleyhissalamdır ki, o nurun hidayəti ilə insanlar hidayət olurlar. Bu hədis Peyğəmbərdən Cabir ibn Abdullah nəql edir. Şəvahid-ü Tənzil 944-cü hədisdir. Biri istəsə baxa, orada buna baxa bilər.